Sarımsağı cebinizə qoyun və ətrafdakılar sizə təşəkkür eləyəcək. Siz heç bilirdinizmi ki, əgər hər gün bir ədəd sarımsaq qəbul eləsəz, saç köklərini gücləndirir, tökülmənin qarşısını alır, üz dərisi üçün çox faydalıdır, dərini təmizləyir, yəni sızanaqları yox eləyir. Eləcə də antibakterial təsir edir, mikrobları, parazitləri, ələxüsusda bağırsaqdakı parazitləri məhv eləyir. İmmun sistemi üçün çox faydalıdır, qanı təmizləyir, qan təzyiqini tənzimləyir, eləcə də beyin və yaddaş üçün də çox faydalıdır. Mədə bağırsaq mikroflorasını tənzimləyir, yəni qazdır, köp kimi problemləri aradan qaldırır. Güclü enerji verir, metabolizmanı sürətləndirir, yəni məşq öncəsi bir ədəd sarımsaq yemək məşq vaxtı gözəl boost verir. Pis xolesterolu azaldır və eləcə də bədəndəki iltihab, yəni vasopaleniyanı da azaldır. Növbəti videomda isə üzdə olan sivilcə, yəni prişiklara qarşı super bir resept paylaşıb bir gecə aradan qaldıracaq. Like eləyin, abunə olun ki, qaçırmayasınız. Arıqlama və ya kökəlmək istəyənlər isə WhatsApp nömrəmə mənə yaza bilərsiniz.